Bu dünyaya ağlı olmayan insanın gəlməsi nə hikmət ola bilər? Bəzən insanları düşündürür. Bəzi uşaqlar elə anadan gəlmə ağıllarında qüsur var. Bu qüsurun səbəbi həqiqətən Allah Taaladır. Bəzi bir hədislərimizdə var. Ər-arvad üzr istəyirəm münasibətində bəzi şeylər görə riayət olur. Hədislərdə gəlib ki, əgər riayət olunmadı, uşaqları dünyaya gələndə ağlı qüsurlu dünyaya gəlibsə, bunlar özlərini məzəmmət eləsin. Riayət eləmirlər. Nəticədə uşaq belə dünyaya gəlir. Bu da insanın öz təqsiridir. Amma bəzən də görürsən ki, bu həqiqətən insan bütün şeylərə riayət edir. Amma buna baxmayaraq yenə də görürsən ki, uşağı qüsurlu şəkildə dünyaya gəlir. Bunun da bir neçə səbəbi ola bilər. Biri budur ki, yenə bu ata-ananın sınağıdır. Başqaları üçün ibrət. Yəni əgər biz Allaha inanırıqsa, bilməliyik ki, Allah hər nəyi edirsə, orada bir dənə hikmət var. Əgər bunu Allah edibsə, ata-ana qəbul eləməlidir. Bu ilahi bir sınaqdır. Bunu vaxtda şəfasını tapa bilər. Ola bilər tapsın, heç ola bilər dünya tapmasın. Hər halda Allah Taala hərəni bir cürə sınağa çəkir. Bu birinci məsələ. Digərlərdə ibrət götürsünlər. Bax, sizin də övladınız belə ola bilərdi ya. Allaha şükür ki, sizin övladınız salimdir. Siz şükür eləməlisiniz. Bu ilahi bir nemətdir.